Sizi xoş gördük əziz izləyicilərimiz. Biz bugün Borçalı'nı gəzirik proqramı çərçivəsində Borçalımızın türk yurdlarından biri olan Yuxarı Saray kəndindəyik. Bugünkü buraxılışımızda həm bu kəndin tarifi, ziyalı şəxsləri, eyni zamanda kəndin bugünkü vəziyyəti haqqında sizlərə ətraflı məlumat verəcəyik. Siz həmçinin arxa fonda Yuxarı Saray məscid kompleksini görürsünüz. Qeyd etmək istəyirəm ki, bu məscid kompleksi xeyriyyətçi Rəhim bəy tərəfindən öz şəxsi təşəbbüsünü düşürmüşdür və bundan əlavə bu məscid nəinki dini ayinlərin keçirildiyi bir yerdir, həmçinin burada təhsil mərkəzi də yerləşir. Onlardan biri Yuxarı Saray təhsil mərkəzidir və burada bir çox kurslar, tədris prosesi, müxtəlif tədbirlər həyata keçirilir. Bugünkü verilişimizdə məhz məscid kompleksinin fəaliyyətini, eyni zamanda burada icma təşkilatı da fəaliyyət göstərir. Onların fəaliyyətlərindən də sizləri yaxından tanış edəcəyik. Əziz izləyicilərimiz, biz hal-hazırda bu məscidin inşasında böyük rol olmuş Rəhim müəllimlə birlikdəyik. Rəhim müəllim, xoş gördük sizi. Xahiş edirəm, özünüzü təqdim edin. Sağ olun, xoş gəlirsiniz. Rəhim Hüseynov, 1966-cı tarixən bu yerdə boğadan olmuşam. Bu da mənim oğlum Həsəndir. Şad oldum. Rəhim bəy, biz bilirik ki, bu məscidi siz inşa etdirirsiniz, təmir etdirirsiniz. Bu ideya hardan gəldi və necə qərara gəldiniz ki, Yuxarı Saralı el üçün belə bir məscid inşa etdirəsiniz? Demək olar ki, bunu mən bu vaxt təmir eləməmişəm. Ancaq bu ideya mənə 98-ci ildə gəlmişdi. Mən bu elə gələndə, mən 85-ci ildən öz elimdən, obamdan qırqlarda yaşayıram, Rusiyada yaşayıram. Ancaq bura gəlib gedəndə kənddə xalqın bir-birindən ayrı yerlərdə, evlərdə ibadət tutaqlarını görürdüm. Bunun üçün mən 98-ci ildə gələndə atamla, evin ağsaqqallarına məsləhət elədim ki, bəlkə burada sizin üçün bir məscid tikəm. Belə məsləhət olundu ki, ancaq bir şərtlə, heç bir kəsdən bir qəpik almadan başa gətirə biləcəksənsə da biz razıyıq. Mən qayıtdım işlədiyim vətənə, Tambovelinə və sonra bir ildən sonra gəldim və burada məscidin tikintisini başladıq. 98-ci ildə tikəndən bir il sonra mən məscidi bu səviyyədə yox, onun yəqin ki, köhnə biri sizdə var, o səviyyədə başa gəldi. Aradan demək olar ki, 20 il keçdi, 25 il keçdi başlayım. Gördüm ki, yeni şəraitə uyğun deyil, xalqımızın çoxluğu, ibadətə gələnlərin sayının çoxluğu o məscidi əl vermədi. Ona görə yenidən bir qərar gəldim ki, bunu gözəlləşdirəm və bu tarixi bir abidə olaraq bizim elimizin, obamızın gözəlliyinə çevrilsin. Ona görə qərara gəldim ki, bu məscidi başqa bir gözəl səviyyədə, proyekt səviyyəsində, indi gördüyünüz kimi yəqin görürsünüz, bunun içərisində hər bir olan işlənən materiallardır, əl işləridir. Bu qeyri bir işlərdir. Burada praktik demək olar ki, il yarım rəssamlar işləyiblər, əl işləri var, indi yəqin ki, görəcəksiniz. Və burada gələn materialların hamısı demək olar ki, istirahətli materiallar hansısa Türkiyədən gəlib, hansısa İrandan gəlib, hansısa da Rusiyadan gəlibdir. Burada elə bir işlər görülür ki, bu bir tarixi abidə kimi demək olar ki, bu ömürlük bizim Borçalımızın bir tarixi abidəsi olaraq qalacaqdır. Çox sağ olun Rəhim bəy. Həmçinin mənim üçün maraqlıdır. Burada təbii ki də məscid önəmlidir. Məsciddən əlavə hansı məsələn binalar var, hansı ki müxtəlif fəaliyyətlər mövcuddur? Əvvəllər məscidin territoriyası çox balaca idi. Ona görə mən bunu tikintiyi başlayanda gördüm ki, bu qonşuda torpaq satılır və onu da aldıq. Belə qərara gəldim ki, kənddə özünüz görürsünüz ki, indi yaz yeri var, Allah rəhmət eləsin, birisi rəhmətə gedibdir. Kənddə insanlar onu palatkalar qururdular, yağış var idi, küləyi var idi. Cəmaət çox əziyyət çəkirdi. Mən belə qərara gəldim ki, orada bir mərasim evi yaradam. Onun 500 nəfərlik insan yerləşir onun içərisində və xalq bugün evində, ailəsində bu işləri görmür. Burada Organizovanla biriniz deyim, Xalqın Birliyi Təşkilatında olmuşdur və burada çox gözəl mərasim keçir və insanlar əziyyət çəkmirlər. Amma burada gəlir, insanına da verir, mərasimi də olur və rahat evlərinə gedirlər, evlərində rahat nəfəs ala bilərlər. Burada onun işlərdən başqa gördüyünüz kimi 2 etajlı bir imarət tikdik. Məqsəd orada
bilmirdik nə eləyəm. Axırda bir ildən sonra belə qərara gəldim ki, çoxdankı fikrim idi ki, bizim uşaqlar küçələrdə oynayırdılar, nə bilim mən siqaret çəkənləri olurdu içərilərində, bəzi şeylər olurdu. Ona görə belə qərara gəldi ki, burada bir təhsil mərkəzi yaradaq. Mən Emin müəllimə minnətdarlığımı bildirmək istərdim. Bizim təklifimizi qəbul elədi və mənə böyük bir kömək oldu. Öz müəllimlərinlə, öz komandasından gəlib burada iştirak eləməyi bu bizə bir qüvvə verdi. Biz də onlar üçün bu şəraiti yaratdıq ki, bizim uşaqlar burada təhsil alsınlar, hazırlıq kursları keçsinlər. Mən bugün çox şadam ki, Emin müəllimlə biz hərdən danışırıq. Çox şadam ki, burada bugün bizim uşaqlar olimpiyadalara çıxırlar və böyük yerlərə tutmaqda inkişaf edirlər. Bu bizim üçün qürurludur. Mən elə başa düşürəm, bugün yox, sabah yox, bir 10 ildən sonra yəqin ki, öz məhrəsini göstərəcək. Biz də fərəhlənəcək ki, bu gözəl məktəb açmaqda biz gənclərimizi gözəl, düzgün yola, vətənimiz üçün qulluq eləməyə, düzgün seçim eləməyə yol açdıq. Mən əminəm ki, Rəhim bəy, burada məhz gələcəyin liderləri yetişir və həqiqətən sizə dərin təşəkkürümü bildirirəm. Həm bu məscidi, mən elə bilirdim ki, sadəcə siz ikincini inşa etdiniz, amma hələ 1998-ci, 99-cu ildə ilk məscidi də siz tikibsiniz və həqiqətən sizə təşəkkür edirəm və fəaliyyətinizdə uğurlar arzu edirəm. Sağ olun. Bu nəinki bu ikinci məscid deyəndə siz düz qərar verdiniz. Bu məscid bugün burada olunubdur. Bir məsciddə biz Axılyələ kəndində tikdik. Oğlum Azənin adından bara var. Ona görə biz 2 məscid tikmişik Borçalı elində. İkinci məsciddə belə gözəl bir proyektləndi. Hətta onun həyətində biz Gürcüstanda yeganə olaraq Şəhidlər bulağı tikmişik. Bildiyinizə kimi orada Şəhidlər bulağının adına dağdan su çəkilibdir və orada bulaq var. Bu da Şəhidlər bulağı adlandırmışıq. Yəni bu bizim qonşu kənddə olubdur. Oranın xalqı mənə müraciət edəndə, kömək istəyəndə mən belə qərara gəldim ki, bütün hər bir şeyi öz üzərimə götürəm yenə. Orada heç bir kəsin köməyi olmadan o məscidi də getdik. Gözəl imarətlərlə. Bilirsiniz, Gürcüstanda bugün belə imarətli məscidlərin sayı çox azdır. Bugün mən öz dövlətimizə də təşəkkürümü bildirirəm ki, onlar bugün bizə belə bir şəraiti yaratdılar ki, biz öz dinimizi, öz adət-ənənəmizi qoruyub saxlaya bilirik. Sağ olun, sizə minnətdaram. Mən çox fərəh edirəm ki, atam bu gözəl məscidi tikib. İnşallah yekələnsəm, bu işləri davam edəcəm, saxlayacam bu məscidi. Bizim nəslimiz üçün, bu kənd üçün saxlayacam bu məscidi. Bismillahirrahmanirrahim. Mən Mirava Mustafazadə, İmam Zaman adına məsciddən axındır. Ailəsi bu məscid binası Yuxarı Saral kəndində yerləşir. Yuxarı Saral kəndi Borçalıda qədim kəndlərindən biri olubdur. Burada tanınmış ziyalılar, elm adamları, seyidlər və ağsaqqallar yaşayıb. Lakin buna baxmayaraq, indiyənə qədər bu kənddə heç bir məktəb, mədrəsə, məscid binaları inşa edilməmişdir. İlk dəfə olaraq Yuxarı Saral kənd sakini Hüseynov Rəhim Həsənoğlu tərəfindən 1998-ci ildə İmam Zaman adına bu məscid tikilib istifadəyə verildi. Və illər keçdi, bir neçə il sonra Rəhim bəy öz xeyriyyəçiliyini davam etdirərək məscidi yenidən təmir elətdirdi. Və bu gözəl məscid kompleksi hazırlıqla ortaya çıxarıldı. Burada 114 kvadrat metrlik ibadət salonu var. Bir elə də, yəni 114 kvadratda oxu zalı, kitabxanası var və 400 nəfərlik mərasim zalı tikilib istifadəyə verilibdir. Bu, Yuxarı Saral kəndinin dinə olan marağıdır, elmə olan hörmətidir və bu cəmaatın bir-birinə mehribançılığıdır. Bu məscid binası bizi birləşdiribdir. Məscid təkcə ibadət üçün deyil, məscid insanı islah edir, tərbiyəsini, əxlaqını, dünya görüşünü formalaşdırır və bura gələn adamlar bilir ki, əxlaq, tərbiyə ilə yanaşı elmdə, təhsildə alınmaq lazımdır. Eləcə də burada dini dərslər də tədris olunur. Buna ən çox
yuxarı sinif şagirdləri maraq göstərirlər. Əziz izləyicilərimiz, növbəti müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Şərəf ordeninin yazıçı Əli Abbasdır. Əli bəy, xoş gördük sizi. İlk öncə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən bizim üçün çox dəyərlidir sizlər kimi şəxslərdən, ziyalılarımızdan müsahibə götürmək. İlk sualım o olardı ki, sizin bir kitabınızdan belə bir alıntı var. Onu ilk öncə oxumaq istəyərdim sizə. Mən bir dağam, sinəmizdə neçə oba, neçə zəmi, neçə kənd var. Damarlarım Ehram çayı, Tona çayı, ürəyim də Kürd çayıdır. Adım qədim tarixlərdən adı bəlli olan Borçalıdır. Borçalıdır, Borçalıdır. Bilirsən qızım, Yazıçılar Birliyinə üzv seçiləndə, gedəndə o zaman mənim rekomendasiyamı, daha da yaxşı belə deyək, Anar və İsmail Şıxlı vermişdi. Onda Anar şey deyildi, Yazıçılar Birliyinin sədri deyildi, Qabustan Zürranın baş redaktor işləyirdi. Belə bir sual verdi ki, sən haralısan? Mən də ona həmən o Borçalı mənsur şeirinlə cavab verdim, həmən onunla. O çox xoşlarına gəldi və indi də görüşəndə Anar müəllim həmişə deyir ki, Əli, mən sənə bu şeiri dedirtmişəm ilk dəfə. Borçalının haqqında yazılmış ilk mənsur şeirdir. Çox incə bir şeirdir və doğrudan da burada Borçalıya qarşı sevginiz elə bu şeirin sətirlərindən hiss olunur. Buradan o şeiri oxuyarsan. Müəllim, elə sualım bu idi ki, bu kəndin tarixi, tariximizlə əlaqədar bizə məlumat verə bilərdinizmi? Borçalıya kəndin tarixi qızım, çox gözəl mövzuya toxunursan, çox təşəkkür edirəm. Kəndin tarixi Şah İsmail Xətainin ikinci dəfə Gürcüstana yürüşü vaxtına gedib çıxır və o dəftərxanasında Saral kəndinin adı qeyd olunur. Bunu danışsaq çox uzun olar, amma qısaca onu demək istəyirəm ki, Saral sözünün etimoloji mənası sar və al sözündəndir. Sar quşdur, bizim dədə babalarımız, ulu babalarımız həmişə qolların üstündə sar quşu gəzdirərlərmiş, ov eləyən quşu. Və sar, al deyəndə quş cımarır. Sadı Orta Asiyada daha moddur. Həmən o quşun adı sardır. Sar və al sözündən kəndimizin adı bəlli olubdur. Bu kənd çox qədimdə Tona çayının sahilində, sol sahilində bir yerdə olublar, aşağı Saraldan bizim kənd. Sonra orada daşqın olub, böyük daşqın. Faciələr baş veribdi. Ona görə də kənd iki yerə bölünübdür. Bir hissəsi yuxarı hissəyə buraya köçübdür, bir hissəsi isə indiki yerinə köçübdür. Və deyərdim ki, o kəndlə bu kəndin kökü bir olsa da, ancaq adları aşağı və yuxarı sözünlə fərqlənir. Bir də bir şey deyim ki, bəzi alimlərimiz, toponim şünaslarımız bu kəndlərin adını rənglə bağlayırlar. Sarı rəngindən, yəni saraldı, saraldı. Amma elə deyil. Əsas kökü sar və al sözündən. Sar quş adıdır, al da feilimizdir, almaq sözündəndir. Və bir yerdə də mən rast gəldim ki, Şah İsmail Xətayinin dəftərxanasında ikinci dəfə Gürcüstana yürüş eləyəndə orada rast gəldim ki, saral sözü Oni padişahının, bu saat o şəhər məhv olub yoxdur, Ermənistanda da ərazisi, Oni padişahının qızının Saral xatunun adınla şöhrət tapıbdır. Həm də bu el ona hədiyyə verilib cehiz kimi. Bax, iki versiyamız var. Biri budur, biri də budur. Bir toponim alim kimi biz həmişə bunun üstə mübahisə eləmişik və ikisinin də üstə dayanmışıq. Heç birini inkar eləməyə haqqımız yoxdur. Kəndimizin tarixi haqqında bunu deyə bilərəm. Amma bir şey də deyim ki, bu kəndin qəhrəman oğulları olubdur. Keçən əsrin 18-ci ildə Gürcü-Erməni müharibəsində bizim kəndin qəhrəman oğlu Çopur Əli aşağı Saraldan,
çox böyük qəhrəmanlıq göstərdi. Gürcü xalqıyla bərabər döyüşüb, vuruşub və bir qəhrəman kimi də ad qazanıbdır. Çox sağ olun müəllim. Həqiqətən doğrudan da mənim üçün çox xoşdur. Çünki elə Borçalının gəzirik proqramını yaradanda elə əsas məqsədimiz Borçalını tanıtmaq idi. Amma mən bu verilişlər çərçivəsində özüm də dərk elədim ki, əslində mən də o qədər tanımamışam və bu gün məsələn bu sizin də yuxarı sararla əlaqədar bu dedikləriniz həqiqətən mənim üçün çox maraqlıdır və yeni bir məlumatlar öyrəndim. Çox sağ olun bunun üçün. Növbəti sualım bu olardı. Bu da belə bir ifadə var. Yovşan heç vaxt öz ətrini itirmir. Bəli. Bunu izləyicilərimizə aydınlatardınızmı bu ifadənin mənasını? Bax, bu cümləni məndən çox yerdə soruşdular, çox müsahibələrdə mənə sual veriblər. Bir şey deyim, mən onu Rahib Məmmədov tanıyardınız. Bəli. 29 nəfəri qutardı, 30-cu nəfəri çıxardarkən özü həyatını itirdi. Çaladidə. Mən orada oturdum 10 gün, onun bağının hər şeyə gəlməsində iştirak elədim, zəhmətim oldu. Məktəbi onun adına verəndə biz orada çıxışım oldu. Məktəbdə mən gözəl bir kitabxana yaratdım onun adına. Öz kitablarından da qoydum oraya və o məktəbi də onun adına verdik. Oranın mərkəzi, demək ki, Rayon Partiya Komitəsinin katibi Zurab Davidoviç var idi. Mən ona çox təşəkkür edirəm xalqımız adından ki, mənlə bərabər 10 gün o məktəbin yaranmasında o çalışdı, iştirak elədi, zəhmət oldu və onun məsləhətinlə o məktəb onun adına verildi. Həmən orada işlətmişəm mən. Onun 20 yaşı var idi. Rahib Məmmədov rəhmətli. Orada mənə sual verdilər ki, Azərbaycanlılar atasına, anasına, ağsaqqalına, yurduna bağlı olurlar. Siz bu haqda nə deyə bilərsiniz? Mən o cümləni orada işlətmişəm ki, demək, Roza xanım, onun anasının adı Roza xanım idi. Uşaq nə deyər ki, yovşan yolursan, ayla, illə saxlayırsan, onu qaldıranda həmən ətri verir. Çünki itirmir, ətrini özündə saxlayır yovşan. Yovşan bilirsən də nədir? Eləcə də uşaq anası üçün öz ətrini itirmir. Burada simvolik işlənib bu. Uşaq həmişə öz ətrini anasının ətrində saxlayır. Yəni ki, uşağın ətri ana üçün yovşanın ətri kimi heç vaxt itmir. Bax, bu mənada işlənib o cümlə, o şeydə. Növbəti sualım kəndin ziyalılarına əlaqədar olacaq. Biz bilirik ki, sizin qardaşınız Zülfüqar Abbasov Azərbaycan xalq artisti, eyni zamanda dövlət mükafatı laureatına verilmişdir. Onun haqqında izləyicilərimizə məlumat verə bilərdinizmi? Əminəm ki, bir çox, xüsusilə də yaşlı nəsil bilir, amma gənc nəsil də öz ziyalılarımızı, Borçalının ziyalılarını tanımalıdır. Çox təşəkkür edirəm, ailəmiz adından təşəkkür edirəm ki, siz mənim yadıma saldığınız mənim qardaşıma 4 il var bundan əvvəl rəhmətə gedibdir. Həqiqətən o, Borçalıda ilk ziyalımızdır ki, o təkcə bizim Abbasovlar ailəsinin oğlu deyildi. O həm də Borçalının oğluydu. Gürcüstan Azərbaycanlılarının oğluydu. 2 il tutarmışdı. Sonra rejissor oldu Bakıda və onun əsərləri, quruluşluq verdiyi əsərlər həmişə maraqla qarşılandı. Dəfələrlə Heydər Əliyev onu qəbul elədi, ulu öndərimiz. Və bir şey dediyim sənə, özü rejissor dramaturquydu o. Onun bir əsəri Çarpaz Talihlər Daşkənd Akademik Teatrında tamaşaya qoyulmuşdu. Orada da devlət mükafatı ona, oranın devlət mükafatı, Respublikanın mükafatı verilmişdi. Amma oradan qayıdandan sonra onun əsərlərinə baxış keçirildi. Mahnı Dağlarda qaldı. İlyas Əfəndiyevin bir əsəri var. Çox gözəl, populyar bir əsərdir. Bu əsərin quruluşçu rejissoru tamaşası quruluşuna o devlət mükafatını aldı. Və təkcə devlət mükafatını yox, həm də İstiqlaliyyət ordeni verdi Heydər Əliyev ona, ulu öndərimiz. Sonra devlət mükafatı özü də bütün vaxtı prezident təqaüdü alıbdı. Yəni ki, onun Azərbaycanda gördüyü işlərə qiymət verilibdir. Bunun üçün mən Azərbaycan rəhbərinə buradan hamımızın adından, Gürcüstanlıların adından təşəkkür edirəm. Növbəti elə son sualım bu olardı ki, müəllim, siz dəyərlərimiz barədə danışa bilərdiniz və gənclərə, həmçinin gənclərə nə öyüd nəsihət verərdiniz? Mən universitetdə
9 il işlədim. Və mənim 300 neçə nəfər fakültəmdə uşaq oxuyurdu. Onun çox hissəsi qız idi. Qızlara da, elə oğlanlara da mən məsləhətim bu idi ki, həmişə deyirdim. Siz Feyzullah Qasımzadəni, Əli Abbası, yəni mənim kitablarınızı, İsmail Şıxılın niyyətlərini oxumasanız da, gəlin, mən sizə qiymət yazacağım. Açığını deyirəm, efirdə deyirəm bunu. Mən bilirəm ki, siz dərsləyən vaxtı lazım olandan oxuyacaqsınız. Amma siz ziyalı olmasanız, Borçalıya bağlı olmasanız, xalqımızın adət ənənəsinə, milli xüsusiyyətinə bağlı olmasanız və yeri gələndə onu işıqlandırmağı bacarmasanız, cəsarətli olmasanız, mən sizə qiymət yazmayacağam. Elə də 365 nəfər mənim fakültəmdə tələbə var idi. Onların hamısından qızda olanı razılıq elədim. Ona görə ki, onlar bir nəfər kimi xalqını sevdi, tədbirlərimizdə iştirak elədi, açıq yaradıcılığımızı, folklorumuzu, mifologiyamızı, adət ənənəmizi mənim tələb elədiyim səviyyədə öyrəndilər. Mənim cavanlarımıza, gənclərimizə, ziyalılarımıza həmişə məsləhətim olub ki, kim olursa olaq, biz xalqımızın oğluyuq. Kim olursa olaq, biz xalqımızı yaddan çıxartmalıyıq. Və bir də fikirləşməliyik ki, Gürcistanda yarım milyon Azərbaycanlı yaşayır. Biz bir-birlə qol-qola tutmasaq, əl-ələ tutmasaq, qarşı-qarşıya durmasaq, biz bir-birimizi müdafiə eləməsək, heç kəsin müdafiə eləməyəcəklər. Ona görə ki, bir gözəl ifadə var, deyirlər ki, Türkün Türkdən başqa hissəsi yoxdur. Biz özümüzü müdafiə eləməliyik. Mən demirəm, çomaq götürək, silah götürək, yox. Biz mənəviyyatımızla, savadımızla, xalqı sevməyimizlə, vətənpərvərliyimizlə, qonaqpərvərliyimizlə, əməksevərliyimizlə bunu yaşatmalıyıq. Əgər bunu biz eləsək, hamı bizi sevəcək. Başqa yerində bizə baxıb, həsəd aparıb, bizə mütləq hörmət eləyəcəklər. Bütün gənclərimizə dəyərlərimiz bundan ibarətdir. Mən yenə deyirəm, mənim tələbələrim oxumayanda mən onlara qiymət yazırdım, amma ziyalı kimi yetişdilər, sağ olsunlar, razılıq eləyirəm. Çox sağ olun Əli müəllim. Həqiqətən çox dəyərli bir müsahibə idi mənim üçün və ümid edirəm ki, yəni bu gün də özüm baxmayaraq ki, gəncəm, sizdən çox böyük şeylər öyrəndim və çox sağ olun. Əziz izləyicilərimiz, qeyd etmək istəyirəm ki, Yuxarı Saray kəndində artıq bir ildən çoxdur ki, İctimai Birlik Qeyri-Hökumət Təşkilatı fəaliyyət göstərir. Hal-hazırda İctimai Birliyin sədri Qasım Hacızadə və bu təşkilatın fondun rəhbəri Yusif Yusifov ilə birlikdəyik. Onlar bizə bu təşkilatın fəaliyyəti, eyni zamanda bu təşəbbüs necə meydana gəldi və hansı fəaliyyətləri var, bunlar haqqında bizlərə ətraflı məlumat verəcəklər. İlk öncə Qasım Hacızadə ilə başlamaq istəyərdik müsahibəmizə. Qasım bəy, həqiqətən çox sağ olun müsahibəyə razı olduğunuz üçün və fikirləşirəm ki, belə bir təşkilatların olması həqiqətən bizim cəmiyyətimiz üçün çox vacibdir. Çünki çox ictimai, məsələn, işlər görürsünüz və təbii ki də bu alqışa layiqdir. Sizə ilk sualım bu olardı ki, bu təşkilat haqqında bizlərə ətraflı məlumat verə bilərdinizmi? Nə vaxt yarandı, fəaliyyətləriniz nələrdir və bu təşəbbüs necə meydana gəldi? Bizim təşkilatımız əsasən bir il bundan əvvəl yaranıb, bir il hətta biraz da keçibdir. Yaranma səbəbi, bunun ilk təşəbbüskarı bizim xeyriyyəçi Rəhim Hüseynov tərəfindən oldu ki, belə bir oturduq, məsləhətləşdik, kənd üçün belə bir təşkilat yaradaq, belə bir birlik yaradaq. Məqsəd də nə idi? Məqsəd odur ki, bütün kəndin abadlıq işlərinə məşğul olmaq. Hər bir kənddə olduğu kimi bizim kənddə də problemlər var idi, var və olacaq, yaşayış olan yerdə problemlər olacaq. Biz bu problemləri öz gücümüzlə həll edək. Hansı problemi həll etməyə bizim gücümüzdən biraz kənar olanları biz dövlətə müraciət edirik və dövlət tərəfindən dəstək alırıq. Burada fəaliyyət eləmək üçün, işləmək üçün, davamlı olması üçün burada ən zəruri işlərdən biri fond yaradılmalıydı. Fond yaradılmalıydı ki, burada fond maliyyə dəstəyi olsun ki, biz müəyyən işləri görən vaxtı mütləq həmin dəstək bizə lazım olacaqdır. Nəinki öz kəndimizdə, hətta Bakı şəhərindən bizim orada yaşayan soydaşlarımızın hamısı böyük məmnuniyyətlə orada elə bir ki, bizim bir icmanın elə bir filialını yaratdılar orada.
Yusif bəy, biz bilirik ki, bu məscid kompleksində Yuxarı Saral Təhsil Mərkəzi fəaliyyət göstərir və bu təhsil mərkəzinin fəaliyyətində siz icma birliyinin rolu olduqca böyükdür. Xahiş edirəm bu haqqda bizə ətraflı məlumat verərdiniz. Hansı kurslar keçirilir və ümumiyyətlə bu fondun, düzdür, Qasım bəy bizə ətraflı məlumat verdi, amma bu fondun ümumiyyətlə İctimai Birlik Təşkilatının fəaliyyəti üçün siz necə müraciət edərdiniz cəmiyyətimizə? Çox sağ olun. Biz də Qafqaz Media Türk kanalının rəhbərliyinə sizlərə təşəkkürümüzü bildiririk. Bizim bu fəaliyyətimizi geniş auditoriyada işıqlandırdığınıza görə və bu şəraiti bizə yaratdığı üçün Rəhim bəyə çox minnətdarlığımızı bildiririk. Bizim əlbəttə Qasım müəllim qeyd elədi, bu fondu yaratmaqla bu fondu yönləndirmək məqsədi elə olmalıdır, şəffaf bir formada ki, bunun istifadəyə düzgün olunsun. Ona görə də bax bu əsas fondun əsas işlərindən biri odur ki, biz bu məscid kompleksində hazırlıq kursları açmışıq. Emin müəllimin təşəbbüsü ilə THOS-un bir filialı kimi və burada kurslar keçirilir. Həmin kurslar deməli Gürcü dili, İngilis dili, riyaziyyat kursları və qruplar. Qruplarda da şahmatdır, texnologiyadır, Wikipediyadır və rəsm qrupları burada uşaqlar məşğul olurlar. Və burada həvəsləndirici bir tədbirlər keçiririk. Emin müəllimlə. Deməli, bir də bu ayrılan pullar, bu yönləndirilən pullar əsasən kəndimizin bəzi problemləri var. Küçələrin abadlaşdırılması işləridir. Müəyyən bir işlər var ki, onların istifadə olunur. Bir də bir şey istəyərdik ki, bizim əlaqədar təşkilatlarla əlbəttə ki, münasibətlərimiz var. Hər hansı bir çətinliyimiz olanda onlara müraciət edilir, dərhal onlar da öz yardım əllərini bizə uzadırlar, bizim təşəbbüsə qoşulurlar və ən əsası odur ki, bizə dəstək olan, bu maliyyə dəstəyi verən uşaqların böyük inamı var, etimadı var. Bizə göstərdiyi etimada görə də onlara təşəkkür edirik. Biz də Qasım müəllimlə çalışırıq ki, onların etimadını doğruldular və çox istərdik ki, beləncə bir təşəbbüs bütün kəndlərimizdə olsun. Biz də onlarla öz təcrübə mübadiləsi eləyək, öz fikirlərimizlə ona mübadilə təşəbbüsü keçirir. Əziz izləyicilərimiz, biz bilirik ki, Marneoyda İnkişaf və Təhsil Mərkəzi fəaliyyət göstərir. Məhz həmin mərkəzin Yuxarı Saraldakı filialı da Saral Təhsil Mərkəzidir və bizim hal-hazırda Emin bəy bizim qarşımızdadır. Emin bəy, xoş gördük sizi. Xahiş edirəm bizə məlumat verərdiniz. Saral Təhsil Mərkəzi necə yarandı və niyə qərara gəldiniz ki, bu kənddə belə bir mərkəz yaradılsın? Təşəkkürlər. Saral kəndinin, Yuxarı Saral kəndinin icmasından belə bir təklif gəldi bizə ki, həmin kənddə də belə bir mərkəz yaradılsın. Biz bu təklifi qəbul elədik, çünki gənclərimizin haradakı inkişafına ehtiyac var, orada biz olmamış olmarıq. Ona görə də təklifi qəbul elədik və burada qısa müddətdə elə yanvar ayının 5-də bizim açılış oldu rəsmi olaraq, amma fəaliyyəti dekabr ayından 2024-dən başlamışıq. Hal-hazırda 2019 nəfər gəncimiz yeniyetmə uşaq kurslardan yararlanır. Bütün kurslarımız ödənişsizdir. Yəni, layihələrimiz davam edir. Kurslarımız burada qeyd olunmuş olduğu kimi Gürcü dili, İngilis dili, riyaziyyat, şahmat, rəsm, texnologiya dərsləri fəaliyyət göstərir. Eyni zamanda klublarımız var. Bunlar Wikipedia klubudur, İngilis dili klubu fəaliyyəti başladı, trening klub fəaliyyəti başladı. Məqsədimiz yenə də eynidir, gənclərimizin inkişafı, inteqrasiyası. Görüləsi işlərimiz əlbəttə ki, rəndə çoxdur və bu yolda ürəklə davam edirik və bütün bizə dəstək olanları hər kəsə də başda Rəhim bəy olmaqla gənclər, bir çox gənclərimiz, könüllü gənclərimiz bu işlərə qoşulub hər birisinə təşəkkür edirəm. Sağ olun müəllim. Həqiqətən siz ümumiyyətlə Borçalıda yaşayan insanlara, biz bu cəmiyyətə çox böyük bir fayda verən şəxslərdən birisiniz. Həqiqətən çox sağ olun, təşəkkür edirəm.